Hər il olduğu kimi bu ildə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsi öz humanitar ənənəsinə sadiq qalaraq şəhid ailələri, müharibə qaziləri, eyni zamanda hər iki valideyni itirmiş uşaqlar üçün bayram ovqatlı tədbir təşkil edib. Bayram şənliyində uşaqlar üçün maraqlı əyləncə proqramları təqdim olunub, şən musiqilər səsləndirilib, müxtəlif oyunlar və səhnəciklər nümayiş etdirilib, tədbir iştirakçılarına bayram hədiyyələri təqdim edilib, uşaqların sevinç dolu anlar yaşaması üçün hər cür şərait yaradılıb. Tədbirin əsas məqsədi sosial həssas qruplara mənəvi dəstək göstərmək, şəhid ailələri və qazilərin daim diqqət və qayğı ilə əhatə olunduğunu bir daha nümayiş etdirmək olub. Bayram şənliyi iştirakçıların böyük məmnunluğu ilə qarşılanıb. Valideynlər və uşaqlar təşkil olunan tədbirə görə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin rəhbəri Mətanət Məhərrəmovanın bu sahədə fəaliyyəti xüsusi təqdirə layiqdir. O, uzun illərdir mütəmadi olaraq bu cür sosial və xeyriyyə yönümlü tədbirlərin keçirilməsinə təşəbbüs göstərir. Şəhid ailələrinə, qazilərə və qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğısını əsirgəmir. Mətanət Məhərrəmovanın rəhbərliyi ilə Sumqayıt bölməsi cəmiyyətin ən həssas təbəqələrinin yanında olmağı öz fəaliyyətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Hər il olduğu kimi bu ildə Dünya Azərbaycanlılarının həmrəyliyi günü və qarşıdan gələn 2026-cı il münasibəti ilə şəhid qazi ailəsindən olan uşaqlara və həmçinin hər iki valideyninə itirən uşaqlara, fiziki cəhətdən qüsurlu olan uşaqlara bayram tədbiri düzənləmişik. Bu tədbirin ərsəyə gəlməsində Sokar Polimer, Paşa Həyat və Paşa Sığortanın dəstəyi olmuşdur bizə. Mən fürsətdən istifadə edib xeyriyyəçi təşkilatlarımıza özlərin təşəkkür və minnətdarlığımı bildirirəm. Tədbir çox şən keçir və bildiyiniz kimi bura şəhid ailələri, şəhid övladları, qazilərimiz dəvət olunublar. Biz hər zaman onların qayğısında durmalıyıq və Qızıl Aypara təşkilatı bunu öz fəaliyyətində bilavasitə göstərir. Biz də öz əlimizdən gələni onlara yanında oluruq. Sonda bayram şənliyi xatirə şəkillərinin çəkilməsi və uşaqların sevinç dolu anları ilə başa çatıb. Tədbir bir daha göstərib ki, belə təşəbbüslər həm sosial məsuliyyətin təzahürüdür, həm də cəmiyyətin mənəvi dəyərlərinin qorunmasına xidmət edir. Şəmsdan Fikrətli Elbrus İsmailov, bugün informasiya proqramı üçün.